Ermənistan konstitusiyasında əfsuslar olsun ki, hələ də Azərbaycana qarşı müddəalar qalır. Biz qarşı tərəfdən bu istiqamətdə addımlar atmaqlarını gözləyirik. Bu fikirləri Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, hər iki ölkə liderlərinin razılaşmasına əsasən Xarici İşlər Nazirlərində həvalə olunan sülh danışıqları müxtəlif istiqamətlərdə davam etdirilir və Azərbaycanın mövqeyi çox açıq qeyd olunub. İyun ayının sonunda biz Ermənistan tərəfinə artıq sülh müqaviləsinin 10-cu redaksiyasını qarşı tərəfə göndərdik. Mən onu qeyd edə bilərəm ki, sülh müqaviləsinə gəldikdə, sülh müqaviləsinin mətninə gəldikdə, orada həqiqətən də açıq sualların sayı xeyli məhdudlaşıb. Bir o qədər çox deyil. Ancaq biz eyni zamanda bilirik ki, bu mətn və sülh müqaviləsi qeyd olunan məqamlardan əlavə Ermənistan əsas qanununda, Ermənistan konstitusiyasında əfsuslar olsun ki, hələ də qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Bu, nəinki Ermənistan konstitusiyasında, bir sıra digər normativ hüquqi aktlarda da öz əksini tapıb Ermənistanda. Ancaq təbii ki, bunun əsası ən böyük problema səbəb məhz Ermənistan konstitusiyasıdır və biz qarşı tərəfdən bu istiqamətdə əməli addımlar təbii ki, gözləyirik. Yeri gəlmişkən, diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi Fəxri Xiyabanı ziyarət edərək ümumilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub xatirəsini dərin hörmət və ehtiramla anıb. Görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər Xiyabanına gələn Xarici İşlər Nazirliyinin əməkdaşları Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarlarına ziyarət edib əbədi məşəl abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələrin verilməsi haqqında Prezidentin İlham Əliyevin sərəncamı imzalayıb.